İranın hərbi hava qüvvələri isə Azərbaycanın dövlət sərhədlərini yenidən pozub. İran hərbi hava qüvvələrinə məxsus qırıcı və kəşfiyyatçı təyyarələr artıq 5-ci dəfədir ki, Azərbaycanın hava sərhədlərini pozub. Bugün İranın hərbi hava qüvvələrinə məxsus qırıcı kəşfiyyatçı təyyarə Xəzər dənizi üzərində Azərbaycan hava sərhədlərini pozaraq saat 16-dan 17-yədək milli sektorda uçuşlar edir. İran təyyarələri artıq Qurudada uçuşlar edir. Ölkəmizin hava hücumundan müdafiə qüvvələri isə hələ ki yox. Avqustun 8-də saat 12:15-də Salyan rayonunun plastik yaşayış massivi üzərində uçan təyyarə kənd sakinlərini vahiməyə gətirib. Qeyd edək ki, son 17 gündə İranın hərbi hava qüvvələrinə məxsus qırıcı və kəşfiyyatçı təyyarələr Azərbaycanın hava sərhədlərini 8 dəfə pozub. Türkiyə hökuməti Xəzərdə baş verən hadisələrlə bağlı öz rəsmi mövqeyini açıqlayıb. Rəsmi Ankaranın mövqeyi ondan ibarətdir ki, İran qoşunları Azərbaycana təcavüz edərsə, Türkiyə ordusunun gücü ilə üz-üzə qalacaq. Bugün saat 12:00-da Türkiyə Hərbi Hava Qüvvələrinin Türk Ulduzları Eskadriyasının F-5 qırıcı təyyarələri Bakının Binə Hava Limanının uçuş zolağına indi.